Əzizim Səməd, mənim gözəl dostum. Mən bugün Pravdada Mingəçevirin birinci növbəsinin işə salınmasına həsr olunmuş məqaləni oxudum. Mingəçevirdə işlər yenicə başladığı zaman orada olduğumuzu xatırladım. Onu da xatırladım ki, onda biz nisbətən gənc idik. Bizim yaşımızda isə hər ilin 5 ilə bərabər olduğunu nəzərə alsaq, deməli onda biz lap cavan idik. Bizi, Tixonovu, səni və məni, Azərbaycan əməkçilərinin necə təbii bir qonaqpərvərliklə qarşıladıqlarını, onların sənin özünə və şeirlərinə necə bir məhəbbətlə yanaşdıqlarını xatırladım. Azərbaycanın rəngarəng, məlahət dolu təbiyyətini xatırladım. Turac, qırqovul vurduğumuzu, Mirzə Fətəli Axundovun evi önündə şəkil çəkdirdiyimizi, ucadan nə qədər şeir oxuduğumuzu xatırladım. Əziz dost, bütün bunları xatırlayıb düşündüm ki, o anlar bir də ələ düşməz. O anlar həyatımızın bəxtiyar anları idi. Qərara gəldim ki, sənin əlini sıxım. Səndən xahiş eləyim ki, bütün dostlara, Azərbaycan yazıçılarına mənim qardaşlıq salamımı yetirəsən. Xatırladım ki, dostluq həyatımızda ən böyük səadətdir. Nə yaxşı ki, dünyada Səməd Vurğun var. Sənin Aleksandr Fadeyev. Nemətsə də gözəl şeir, şair olan qəm də yiyir. Ömür keçir bu adətlə, uğurlu bir səadətlə. Görən məni nədir deyir, saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən? Saç ağardı, ancaq ürək alovludur əvvəlki tək. Saç ağardı, ancaq nə qəm? Əlimdədir hələ qələm. Bilirəm ki, deməyəcək bir sevgilim, bir də vətən. Şair, nə tez qocaldın sən? Vaxtilə burada köhnə bir məktəb vardı. Həmin məktəbə ətraf kəndlərdən oxumağa uşaqlar gələrdi. Ayağı çarıqlı, çiyini heybəli. Bunlardan biri də Salahlıdan idi. Arıq, qarayanız bir uşaq. O vaxt heç kəsin ağlına gəlməzdi ki, bu balaca oğlan gələcəyin böyük şairi olacaq. Əsərləri dillərdə gəzəcək. Ana dili kitabları onun şeirləri ilə başlayacaq. Onların Kürün sahilində balaca daxmaları vardı. Güzəranları pis keçirdi. Şairin atası axşamlar balalarını başına yığıb, sazı sinəsinə basar, şeirlər, bayatılar oxuyardı. Uşaqlar gecə yarısına qədər səsi Kürün qıcıltısına qarışan saza qulaq asar, onun laylası ilə yuxuya gedərdilər. Biz ayrılan zaman demişdin ki sən, bir də bu yerlərə gələcəkmisən? O gündən bəriyə keçdi sənələr. Başımdan keçəni danışsam əgər, qələm dilə gələr, kağız yorular. Ömrümün qarışıq bir kitabı var. Səməd 6 yaşında olanda anadan yetim qaldı. Kür qırağı, qarayazı meşəsi, sazlı sözlü obalar, çöllərdən gələn çoban tütəyinin qərib nəğmələri balaca Səmədin ana nizgilinə qarışdı.
onun qəlbində yurd yuva saldı. Yaxşı yadımdadır, cənuba sarı uçub qaqqıldaşan durna qatarı, sıxlaşan, daralan qara bulutlar, ocaqlı, tüstülü, şənlikli yurdlar, babamın divardan asılan sazı, anamın alnına yazılan yazı. Şairin doğulduğu bu torpaq, şeir sənət oylağıdır. Bu yerlər Azərbaycan şeirinə incə ruhlu Vaqifi, müdrik vidadini vermişdir. Uşaqlıq illəri arxada qaldı. Sonra pedaqoji məktəb, müəllimlik illəri, Qazax, Quba, daha sonra Kirovabad. Böyük Nizaminin vətəni. Qızıl Gəncə jurnalı o illərin ədəbi qüvvələrini öz ətrafına toplamışdı. Səməd də bu ədəbi məclislərə ayaq açdı, çox keçmədi ki, bütün Gəncəlilərin sevimlisinə çevrildi. Artıq hamı hiss eləyirdi ki, ədəbiyyata Səməd Vurğun adlı nəhəng bir poetik istedad gəlir. Ayazlı şaxtalı bir qış axşamı, 7 yoldaş olub yola düzəldik. Qarlarla örtülü bir düzə gəldik, ayazlı şaxtalı o qış axşamı. 20-ci illərdə bu komsomolçular kəndə gəldilər. Bəylərin torpağını yoxsullara payladılar. Kənddə ilk məktəb açdılar, tamaşa göstərdilər. Lakin düşmən də asanlıqla təslim olmaq istəmir. Onlar 7 nəfər idilər. Bəxtiyar, Cəlal, Mirpaşa, Şahsuvar, Zalımoğlu, Qəzənfər, Qasım. Şairin ilk gənclik və mübarizə yoldaşları. Kim bilir, bəlkə də həmin surətlərin birinin timsalında şair özünü vermişdir. Vur dedim, vur. Mənim arzum budur. Qollarına yeni qüvvələr gəlsin və sənin əlinlə yüksəlsin kirli, yamaqlı kəndimiz, üklü, alıqlı kəndimiz. Bu sözləri o xeyli sonra yazacaqdı. Amma indi Gəncədə dərs deyən gənc şair, vurğunu olduğu klassik poeziyanın, el ədəbiyyatının sadəliyindən, gözəlliyindən bəhrələnməyə çalışırdı. Yasəmənlər, gül reyhanlar ocağı, dişləri göynədər soyuq bulağı, hər tərəfi bir təbabət qucağı, genişdi meydanı bizim dağların. Bu vurğunun ilk uğurları idi. Qarşıda isə onu yeni axtarışlar gözləyirdi. 1929-cu il, yenidən təhsil həyatı. Moskva. O burada raport yazdı. Xalqına ilk raport. Mən nəfəsləri benzin və kükürd qoxulu milyonların şairiyəm. Salam sizə, sizin qəlbinizlə yaşayan və motorlu kəlmələri çiynində daşıyan yeni şeirin, yeni şairindən salam. Artıq o dəyişmişdi. Özünün dediyi kimi incə bir bahar buludunu andıran və gəncliyi göl kimi dalğalandıran mavi gözlərə yazdığı dastanlardan uzaqlaşmışdı. Onun şeirlərində siyasi lirika, beynəlmiləlçilik və vətəndaşlıq pafosu güclənmişdi. Şairin dalbadal kitabları çıxırdı. Fanar, şairin andı, könül dəftəri, şeirlər. Artıq onun öz səsi,
öz nəfəsi vardı. Səməd Vurğun 1934-cü ildə Sovet yazıçılarının birinci qurultayına Günəşi yarışa çağıran Böyük Günlər şairi kimi getdi. Ölkəmizin söz ustaları ilk dəfə bir yerə toplaşmışdı. Vurğun Maksim Gorkini dinlədi, Aleksey Tolstoyla, Süleyman Stalski ilə, Canbulla tanış oldu. Məni buraya bir dost məhəbbəti, Səməd məhəbbəti çəkib gətirir. Səməd Vurğunun ev muzeyi. Sevinirəm ki, onun açıq ürəyi kimi evinin qapıları da xalqın üzünə açıqdır. Bu sözləri deyən, Səməd Vurğunla bir yerdə böyümüş, uşaqlıq yoldaşı, şeir sənət dostu olmuş şair Osman Sarıvəllidir. Səməddə bitib tükənməyən bir şairlik istedadı vardı. Bəzən əsərlərini bir nəfəsə yazar, bəzən də birini qurtarmamış, o birini başlayardı. Beləcə şeirlər, poemalar, dramalar bir-birini əvəz edirdi. 26'lar da, Konsomol poemasından fəsillər də beləcə mənim gözlərimin qarşısında yaranıb. Yadımdadır, tarla qəhrəmanı Bəsti Bağırovaya həsr etdiyi poemanı o necə ürəklə işləyirdi. Anan səni doğanda adına Bəsti dedi. Əllərimi bir fələk oğuldan kəsti dedi. Belə idi qayda bizdə. Qız doğanda analar baxıb qara giyərdi su üstündə sonalar. Bəsti, qələm çəkdik o günlərə biz. Günəşdən pay aldı azad nəslimiz. Sənindir obalar, sənindir ellər, ətəyi yellənən pambıqlı çöllər. 26'lar poeması. Şairin yeni bir yaradıcılıq qələbəsi. Sizey kommunanın mərd qurbanları, tarixin qocaman qəhrəmanları. O qumlu çöllərdə, biyabanda siz öldünüz qanunsuz və məhkəməsiz. Dünyanın təkəri geri mi döndü? Yoxsa üfüqlərdə günəş mi söndü? Yox, yox, tarix boyu siz parladınız. Qalın kitablarda durur adınız. Azərbaycan, bilinməyir yaşın sənin, nələr çəkib başın sənin. Yad ellilər həmişə sənin gözəlliyinə göz dikiblər. Sinəsi səngərli, qalalı diyar. Qoynundan kimlər gəlib keçmədi? Çingiz mi, Teymurləng mi, Qacar mı? Hansı birini sayım? Qala qala, qaya qaya düşmənlərə sinə gərdin, Koroğlular yetirdin. Köhlən atlar kişnədikcə ərənlərin nərəsinə, ağır göylər, asimanlar dilə gəlmiş yer səsinə, vətən oğlu qılın çəkmiş qəsbkarlar dünyasına, tunç sinələr hasar olmuş ürəklərin sevdasına. Bütün böyük sənətkarlar kimi Səməd Vurğun da xalqının keçib gəldiyi qəhrəmanlıq və mübarizə tarixinə biganə qala bilməzdi. Xalqın istək və arzularından bəhs eləyən Fərhad və Şirin, Xanlar və Vaqif mənzum dramları belə yarandı. Baş eyməyir huzurumda bu. Yoxdur vicdanında qanun qorusun. Şair, hökmüdarın huzurundasan. Bunu sizsiz belə düşünürəm mən. Bəs baş eymədiniz? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli.
Kılınçlar tokkuşup iş gören zaman neyler dediğiniz kuru bir vicdan. Vicdan dedikleri bir həqiqətdir. Beşiği, məzarı əbədiyyətdir. Bəs zindan necədir? Karanlık zindan. Soyuq məzara da zinətdir insan. Yana göylerdedir şair hayalın. Əzəldən hüdudu yoxdur kamalın. Aha! Sınıyırdım idrakınızı. Doğrudan bir şair görürəm sizi. Xoşbaxt xalq eyləmiş sizi yaradan. Dünyada qalacaq yalnız yaradan. Çok güzel, çok güzel. İnanın ki mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, göylərin bu saati oldu ay, sizə tapşırılsın bugündən gərək. Ancaq bir şərtim var. Buyurun görək. Gərək fars dilində yazsın sənətkar. Farsın öz qüdrətli şairləri var. Nə çoxdur onlarda böyük sənətkar. Bizim bu dağların oğluyam mən də. Az-az uydururam yeri gələndə. Yaxşı, gələl götür bu inadından. Bu qədər naşükür olmasın insan. Aldada bilməmiş dünyanın varı, bir məslək eşqi ilə yaşayanları, mən illər bağında azad bir quşam. Mənsəbə, şöhrətə satılmamışam. Yaxşı da, ayağı çarıqlı kiçik bir ölkə, böyük firdevsilər yarattı bəlkə. Günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Görünür, güneşe iştiham vardır. Günəşdən gizlənən yarasalardır. Vaqif məşhur şair, Qarabağ xanlığının müdrik vəziri idi. Şanlı sözlər. İran şahı Ağa Məhəmməd Şah Qacar Azərbaycana hücum edəndə Şuşada əvvəlcə Vaqifi öldürməyi qərarı aldı. Çünki Vaqifin səsi xalqın səsi idi. Razısan? Razıyam böyük hökmüdar. Mərhəmət sahibi olur ağalar. Eyb etməz, sizə də çatar bir əvəz. Qatır cinsisiniz, doğub törəməz. Vaqif, indi get, saray hayatını büsbütün terk et. Gerek yaşamasın qədrini aşınaz. Sənsə həqiqətin ağzına daş bas. Mən az görməmişəm bu sarayları. Burada göyə çıxan ahuvayları. Görmüşəm şahların vəfasını mən. Xanların zülmünü, cəfasını mən. Görmüşəm zamanın min rüzgarını, dustaq anaların göz yaşlarını. Nifrət, qan çanağı, taclara nifrət. Var olsun azadlıq, bir də məhəbbət. ...1938-ci ildə Moskvada Azərbaycan o günlüyü keçirildi. Üzeyir Hacıbəyovun Koroğlu operası Moskvalıları heyran elədi. Bülbülün səsi ölkəmizin hər yerindən eşidildi. Azərbaycan incəsənəti ittifaq şöhrəti qazandı. Səməd Vurğunun Vaqif dramı da diqqət mərkəzində idi. Məşhur yazıcı Marietta Şəginyan Vaqif haqqında yazırdı. Yeni ədəbi prosesə yol açmaq ancaq böyük sənətkarlara nəsib olur. Ona görə ki, ustad sənətkar kiçik hadisələrdə də böyük tarixi prosesləri verməyi bacarır. Да, товарищи, это было большое событие в нашей литературной и театральной жизни. Эта драма «Вагиф» была как бы эталоном не только для азербайджанской драматургии, но и для драматургии других национальных республик.
А Самеда Вургуна я запомнил с его удивительно человечной, обаятельной улыбкой. Ölkəmizin ağır günləri başladı. Müqəddəs vətən göylərini qara buludlar bürüyürdü. Hamı ayağa qalxdı. Böyük də, kiçik də. İgidlər cəbhə paltarını geyib döyüşlərə yollandı. Bölük-bölük, alay-alay. Bilsin ana torpaq, eşitsin vətən. Müsəlləh əskərəm məndə bugündən. Bugün bir süngüdür əlimdə qələm. Mənim bayrağıma göz dikir aləm. Düşmən irəliləyirdi. Bax, belə bir vaxtda, bu ağır günlərdə bütün sənətkarlar qələmi süngüyə çevirdilər. Əskər paltarı geydilər. Onların səsi cəbhələrdən, döyüş meydanlarından, səngərlərdən gəldi. Bu səslər içərisində Səməd Vurğunun səsi aydın seçilirdi. Onun həyəcanlı, İnamla dolu sözləri indi də qulağımızdadır. Bizi doğan və bəsləyən anaların halal südünə and içirik ki, uşaqlarımızın, vüqarlı qafqazımızın, qadın və qızlarının təmiz namusunu faşist zabitləri və saldatlarından köksümüzlə qoruyacağız. Biz ağ saçlı qocaman Qafqaza and içirik ki, onun əlçatmaz dağlarının zirvələrində həmişə Lenin al bayrağı dalgalanacaktır. Yazılsın tarixə bir qızıl xətlə 45-ci ilin 9 may günü. Başlansın şeirlə, sazla, söhbətlə bu ellər bayramı, ellər düyünü. Biz yenə yaşadıq torpaq üstündə. Həyat da duruldu axar su kimi. Günəşdən, havadan, sudan doymadıq. İnsanın yaşamaq arzusu kimi. Şair Resul Həmzətov. Когда произносит нежное и доброе слово Азербайджан, мне вспоминается имя и деятельность Самеда Вургуна. Когда говорит о Самеде Вургуне, я прежде всего вспоминаю Азербайджан. Азербайджан богат талантами, у него были певцы любви, певцы ненависти, певцы доброты, мудрости. Самед продолжал их, но у него была еще одна черта. Он был подлинный азербайджанский поэт, певец Азербайджана. И песня Азербайджана приблизила меня, молодого, начинающего читателя, с его поэзией. Потом, когда я сам стал писать,
Я и познакомился с ним. Воспоминаний много. Помню, второй съезд писателей Александр Фадеев пригласил нас в перерыве съезда на обед. Для Самеда он был Саша Фадеев. Там сидели наши товарищи и внимание все обратили Самедову Ургуну, докладчику по поэзии, и стали гадать, сколько лет Самеду Ургуну. Он был седой, я его только седым не помню вообще. И великий чилиец Нерудов сказал Самеду Ургуну 65 лет. А потом, когда началась беседа, Самед читал стихи Неруда, сказал, я глубоко ошибся, Самед Ургун, тебе 30 лет. Я лично думаю, он вечность Азербайджана, вечность советской поэзии, вечность моей души. Yenə də yamyaşıl geyinir dağlar, göz kimi durulur qaynar bulaqlar, əriyir güneylər döşündəki qar, yağış da isladır o göy çəməni, təbiyyət ilhama çağırır məni. Ovçuluğa meyil saldım, gecə gündüz çöldə qaldım, dağ başından enib düzə, bir ox kimi süzə-süzə, neçə ceyran nişan aldım. Bir akşam qapımı döydülər. Həyətdə maşın yanında ovçu paltarında bir adam dayanmışdı. Ağ saçları azacıq dağılmışdı. Əlində təzə tüfəngi vardı. Yaxınlaşdım. Gözündən güldü. Ovçu qardaş, bələləri yaxşı tanıyırsan, tüfəngini götür gedək. Onun səsi də, sifəti də tanışdı. Ancaq anışıra bilmədim. Sözünü yerə salmadım. Köhnə bir tüfəngim vardı, götürdüm. Ovumuz pis keçmədi. Geri qaydanda bizlə gecəliyəsi oldular. Səhər açılanda onları görmədim. Nə vaxt getdiklərindən xəbərim olmamışdı. Dallarınca getmək istədim. Tüfəngimi divarda görmədim. Onun yerində ovçunun təzə, zağlı qoşa lüləsi asılmışdı. Stolun üstünə də bir kitab qoyulmuşdu. İlk vərəqindəki yazıya gözüm sataşdı. Ovçu qardaşıma, Səməd Vurğundan. O tüfəngə əl vurmadım. Əziz yadigar kimi saxladım. Bu ovçuluq, bu səfərlər, Azərbaycanı qarış-qarış gəzməsi, şairin Muğan dastanının, Aygün epik poemasının, dillər əzbəri olan silsilə şeirlərin yaranmasına səbəb oldu. Vətən torpağından başlanan səfər yolları dünyanın neçə-neçə iqlimlərindən keçdi. Avropa xatirələri şeirlər silsiləsi, Zəncinin arzuları, zamanın bayraqları kimi dərin, ictimai-siyasi mündərəcəyə malik olan əsərlər məhz bu səfərlərdən sonra yarandı. Səməd Vurğun tərcüməyə də orijinal yaradıcılıq kimi baxırdı. Puşkinin Yevgeni Onegin, Şota Rustavelinin Pələng dərsi geymiş pəhləvan, Gorkinin Qız və Ölüm əsərləri bu fikri sübut edir. Səməd Vurğun həm də ictimai xadim idi. Poetik istedadını təşkilatçılıq bacarığı ilə birləşdirirdi. Azərbaycan Elmlər Akademiyasının
vitse-prezidenti idi. Azərbaycan Yazıçılar İttifaqının sədri olmuşdu. SSR Ali Sovetinə dəfələrlə deputat seçilmişdi. İctimai həyatımızın bütün sahələrində vurğun nəfəsi duyulurdu. Самет Вургун обладал талантом, не уступающим классическим поэтам древности. Он мог охватывать большие горизонты, он мог описывать большие характеры. Он был, кроме того, поэтом коммунистического века. Он воспевал настоящий сегодняшний Азербайджан, социалистический Азербайджан. Он воспевал нашу борьбу за мир, великую мировую борьбу. Он был, помимо поэта, большим общественным деятелем. Он участвовал в наших больших конференциях. Это был человек гигантских сил, гигантского характера, был поэтом пространства и высоты. Səməd Vurğunun yaxın dostu Nikolay Tixonov Azərbaycana tez-tez gəlir. El şənliklərində, şeir bayramlarında iştirak eləyir. Ötən xatirələr təzədən vərəqlənir. В твой славный день весна вокруг, а ты мудрее год от года. Живи и славься, добрый друг, Самет Вургун, певец народа, певец отваги боевой. Твой стих, как птица урагана, звучал над бурей огневой и в мирных днях Азербайджана. Самет Вургун, воспевший так хорошо социалистический Азербайджан от героического Баку, нефтяных камней до Менгичаура и Ленкорани, очень дружил с природой Азербайджана. Я видел его, как он прекрасно себя чувствовал, как охотник в лесах Азербайджана. И сегодня, когда он стоит на постаменте памятника, его окружают деревья, мне кажется, что эта делегация лесов пришла его приветствовать, и он очень рад беседе со своими земляками. Elə zənn etmə ki, ağırlaşmışam, ayağı sarıqlı şikəst bir quşam. Qoy dünya böysün, zaman uzansın, bir günün ərzində aylarla yansın. Al günəş gözündən nur yağa-yağa, ömrün kitabını tamamlamağa çox da can atmasın əlində qələm. Mən tələsmirəm, mən tələsmirəm. Bütün mütəfəkkir şairlər dünyanın sevinç və kədərlərini öz ilham süzgəcindən keçirib əbədiyyət qazanır. Vurğun da beləcə müdrikləşdi. Onun poetik idealı, poetik tələbi böyük idi. Şair deyirdi: şeir, mahnı insan qəlbində yuva salmalı və zümrüd quşu kimi onu isindirməli, zəhmətdə, mübarizədə insana yoldaş olmalı, onu yüksəltməli, mənəvi cəhətdən zəngin eləməlidir. ...55-ci il iyul ayının 22'si idi. Ot biçirdik, məni təcili Tursula çağırdılar. Atla yola düşdüm. Bulağın üstündə çadır qurulmuşdu. İçəri keçdim, Səməd Vurğunu gördüm. O ağ saçlarını geri darayıb gülümsündü. Aşıq qardaş, xoş gəlibsən. Buyur, yanımda əyləş. Oturdum, sazı mənə verdi. Sən bizim ustamızsan, bir-iki kəlmə deyə qulaq asaq. Sinəm cuşa gəldi. Sonra bulağın üstünə gəldik. Şair əyilib cırcır bulaqdan su içdi, qamətini düzəldib dağlara baxdı, onun şeir deyən dodaqları tərpəndi. Mən onu heç vaxt yaddan çıxarda bilmirəm. Şeirlərini nəvələrimə öyrətmişəm.
şair yadıma düşəndə nəvəmə saz çaldırıb Səmədin şeirlərini oxutdururam. Aşıq Şəmşir, Dəli dağdan keçəndə, kəklikli daşlardan xəbər al məni. Ceyran bulağından qızlar içəndə, saz tutub, söz qoşub, yada sal məni. Bir konağım bu dünyada, bir gün ömrüm gider bana. Adalar, 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 adalar. Vurgunu da salar yada, düzel karlı bizim dağlar. Adalar, 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 adalar. Dostu Konstantin Simonovun evinə Vurğun tez-tez gələrdi. Что связывает поэта с поэтом? Прежде всего, наверное, стихи. Стихи, которые они пишут и которые друг у друга любят. Так было у нас с Самедом. Я любил ее стихи. Я переводил их. Я о нем, о Самеде писал стихи. Ну и, конечно, связывает дружба. Уважение к человеку, любовь к нему. А я уважал Самеда за мужество его, за большое гражданское мужество, которым он обладал и в котором я не единожды имел случай убеждаться. Встретились мы, когда я был еще совсем молод, да и он был молодым, в Баку, 30-е годы. Потом Англия, в которой мы были вместе в одной парламентской делегации. Ну и, конечно, вспоминается последняя встреча. Весна того года в Баку, когда Самеду был 50, его юбилей, на котором он не смог быть, потому что был уже смертельно болен. И на этом юбилее мы обращались к Самеду. Мы ему говорили: ты слышишь наш совет? И он нас слушал. Мы с ним разговаривали на этом юбилее. Стихи Самеда я больше всего переводил в последний год его жизни. И среди этих стихов было одно, связанное с очень таким глубоко дошедшим до моей души воспоминанием. Ну, это житейская вещь, просто вот он поехал ко мне в Москву, была такая же холодная зима, как сейчас. Я в какой-то вот не в этой, так в другой был какой-то телогрейке, люблю тепло одеваться, когда холодно. Он замерз. Я ему дал телогрейку свою, чтобы ее согреть. И, конечно, не подозревал, что потом он вдруг напишет об этом стихи. Вот так он написал об этом. Когда теперь в степи с ружьем шагаю, и зимний холод режет, как стекло, я сразу телогрейку надеваю, хранящую еще твое тепло. Когда в боку ударит норд весенний, и с легкими опять вдруг канитель, и все родные хором нет спасения, зовут врачей, чтоб класть меня в постель, я надеваю телогрейку эту, и в ней сижу упрямо у огня. Каких врачей еще искать по свету, когда ты взялся вылечить меня? Много лет прошло,
А как-то почти невозможно примириться с тем, что вот он не пойдет, не сядет к этому столу, не будет здесь вот рядом. Трудно примириться с этим. Приходится, но трудно. Как, наверное, всегда, когда уходит настоящий человек, оставляющий по себе след и в жизни, и в душах своих друзей. Да. Думая о Самеде, и вспоминаю эту строчку. Поэт, как рано постарел ты. Uçar könlüm tərlan kimi şığıyaraq göy havadan, salam verər, salam alar bizim qızıl Moskvadan. Bu misraları şair tez-tez təkrar edərdi. Nikolay Tixonov demişkən, şeirimizin ağ saçlı pələngi tez-tez Moskvaya gələr, sənət dostları ilə görüşər, onların şeirlərini dinləyər, onlara şeirlər oxuyardı. Şairin dostları Moskvaya toplaşırlar. Onun şeirinə, sənətinə, adına layiq bayrama hazırlaşırlar. Nədir onların arzuları? Mərkəzi şəhərlərdə şairin adına küçələr qoyulsun. Bağlar, parklar salınsın. Səməd Vurğun gəmisi, onun qanadlı poeziyası kimi okeanlar aşaraq iqlimdən iqlimə keçsin. Axı Vurğunun 70 yaşı tamam olur. Saç ağardı, ancaq ürək alovludur əvvəlki tək. Saç ağardı, ancaq nə qəm, əlimdədir hələ qələm. Bilirəm ki, deməyəcək bir sevgilim, bir də vətən. Şair, nə tez qocaldın sən. Vaxtilə burada köhnə bir məktəb vardı. Həmin məktəbə ətraf kəndlərdən oxumağa uşaqlar gələrdi. Onlardan biri də Salahlıdan idi. O vaxt heç kəsin ağlına gəlməzdi ki, bu balaca oğlan gələcəyin böyük şairi olacaq. Şeirləri dillərdə gəzəcək. Ana dili kitabları onun şeiri ilə başlayacaq. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana, odur ki bağlıyam sana. Hansı səmtə, hansı yana, hey uçsam da, yuvam sənsən, elim. Başına döndüyüm gül üzlü sona, ömrümün ilk çağı yadıma düşdü. Şairlər vətəni bizim tərəflər, tərlanın oylağı yadıma düşdü. Töküldü kağıza sinəmin sözü, o ana yurdunun ocağı, közü, ceylanın duruşu, durnanın gözü, kəkliyin ayağı yadıma düşdü. Bəxt məni bu yerə qonaq göndərdi. Gedirəm, yamandı ayrılıq dərdi. Demə Səməd Vurğun gəldi gedərdi. Unutmaz bu oba, bu mahal məni. Səməd Vurğun bu yerlərdən qanatlanıb dünyaya gəldi. Şeirləri nəğmə kimi dildə, dodaqda gəzdi. Söz-söz, kəlmə-kəlmə ellərə, ovalara yayıldı. Xalqın, vətənin taleyinə qoşulub,
əbədilik qazandı.